Əvvəlcə görək bu kurikulum nə deməkdir? Nədir kurikulum? Nəyi öyrənir kurikulum? Kurikulum qısaca təhsil proqramı deməkdir. Təhsil proqramı. Bu təhsil proqramının məzmunu, təşkili, qiymətləndirməsi ilə bağlı məsələləri özündə əks etdirən bir konseptual sənəddir. Nədir konseptual? Nə deməkdir konseptual? Səslərimizi bağlayaq, zəhmət olmasa əlavə səslər gəlməsin. Konseptual dəyişkən deməkdir, dəyişən deməkdir. Çünki kurikulum özünüz də görürsünüz ki, hər il yenilənir. Hər il nəsə dəyişir. Fikir verirsinizsə, hər il nəsə yeni əlavə olunur. Yəni bu o deməkdir ki, kurikulum konseptual bir sənəddir, konseptual bir fəndir, yəni dəyişkən bir sənəddir. Kurikulum qısaca nə oldu? Təhsil proqramı deməkdir kurikulum. Yazıram. Təhsil proqramı. Nə ilə bağlı? Hansı məsələlərlə bağlı məlumatları özündə əks etdirdi? Hansı məsələləri, hansı məlumatları özündə əks etdirir? Təhsilin məzmunu, qiymətləndirilməsi, bir də təşkili. Ay, sağ ol. Məzmunu, təşkili, bir də qiymətləndirməsi. Qiymətləndirilməsi. Bəli, əla, afərin. Məzmun nədir? Baxın, məzmun təsəvvür eləyin, uşağa məsələn dərs izah edirsiniz, mövzu izah edirsiniz. O mövzunun nəyini izah edirsiniz uşağa? Məzmununu, özəyini, düzdürmü? O məzmun nədir? Bizim şagirdə ötürdüyümüzdür. Düzdürmü? Məsələn, mən sizə hal-hazırda birinci mövzunun məzmununu izah eləyirəm, ötürürəm. Deməli, məzmun nə olacaq? Mənim sizə ötürdüyüm. Onda məzmun nə olacaq? Müəllimin şagirdə ötürdüyü. Deməli, məzmunda şagirdin nə öyrənəcəyi və yaxud da müəllimin şagirdə nə öyrədəcəyi nəzərdə tutulur. Aydındır? Yəni, müəllimin şagirdə ötürdüyü informasiyalar, məlumatlardır məzmun. Təşkil bəs nədir? Hər bir dərsin öz təşkil olunma forması var. İnşallah sabahki dərsimizdə hüquq vəzifələri keçəcək. Orada görəcəksiniz, müəllim hansı formada istəsə dərsini təşkil edə bilər. Yəni, təşkil nə olacaq? Dərsin təşkil olunma forması, üsulu, istifadə etdiyimiz forma və üsullar. Hər bir müəllimin öz dərs keçmə metodu var. Hər bir müəllimin öz dərs keçmə üsulu var. Hərəsi bir cür dərsi təşkil edir. Təşkil nə olacaq onda? Hər bir müəllimin dərsi təşkil etmə forması, üsulu. Qiymətləndirmə bəs nədir? Şagirdlərin nailiyyət səviyyəsinin ölçülməsi. Qiymətləndirmə nə olacaq? Sonda şagird nailiyyətinin, nailiyyət səviyyəsinin ölçülməsi deməkdir. Aydındır? Məzmun, təşkil, qiymətləndirmə. Tam başa düşdünüz bunu? Aydındırsa, Həlimə müəllimə. Məzmun nə oldu? Cavab vermək istəyirsiniz, Həlimə müəllimə? Məzmun müəllim, yəni bizim öyrədəcəyimiz dərsin haqqında danışmaq deyək, necə deyim? Müəllimin şagirdə ötürdüyü informasiya. Bizim şagirdə ötürdüyümüz informasiya, bəli. Ay, sağ ol. Bəs təşkil nədir? Necə ötürəcəyimiz, yəni hansı üsullardan istifadə edəcəyimiz. Ay, sağ ol, bəli, Cünar müəllimə, tamamilə doğrudur, əla. Bəli, şagirdən nə ötürdüyümüz məzmundur. Amma necə ötürdüyümüz, hansı formada dərsi təşkil etməyimiz, hansı forma üsullarından istifadə etməyimiz, bu artıq təşkildir. Yaxşı, bəs qiymətləndirmə necə oldu? Şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbi. Ay, sağ ol, şagirdlərin nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbi. Kurikulum fənni də, kurikulumda bu üçü, məzmun, təşkil, qiymətləndirmə ilə bağlı məsələləri özündə əks etdirir. Həqiqətən də belədir də. İş üsullarıdır, iş formalarıdır. Nəyə aiddir? Təşkilə. Və yaxud da qiymətləndirmədir. Qiymətləndirmə kurikulumda ayrı bir geniş, qəşəng mövzudur. Nədir bu? Nəyin içərisinə daxildir? Bu da kurikulum mövzularından biridir. Məzmundur, dərsin təşkil olunma məzmunu, necə ötürülməlidir uşağa, nə ötürülməlidir, hansı formada ötürülməlidir, bu da nəyə aiddir? Kurikulumun içərisində keçirilən mövzulara aiddir. Yəni, kurikulum bütün bu məzmun, təşkil, qiymətləndirmə ilə bağlı məsələləri özündə əks etdirən nədir? Konseptual bir sənəddir. Ay, sağ ol. Yəni, konseptual da nə oldu? Mənası? Dəyişkən. Ay, sağ ol, dəyişkən, bəli, tamamilə doğrudur, əla. İndi gəlin keçək təhsil formalarına. Diqqətlə dinləyin. Təhsil formaları ilə təhsil alma formalarını qarışdırmayaq. Ayrı-ayrı şeylərdir. Ətraflı izah eləyəcəm. Nə qaranlıq qalıbsa sual verərsiniz. Başlayaq təhsil formalarından. Təhsil formaları üçcə dənədir. Formal, qeyri-formal, bir də informal. Ay, sağ ol, informal. Nədir bunlar? Baxın,
Adından göründüyü kimi, görün hansının adı rəsmi oxşuyur, rəsmi sözü sizə verir. Formal. Formal. Dövlət sənədinin Ay, verilməsi sağ ol. ilə bitir. Açar Dövlət sözü, vergi sənədinin verilməsi ilə başa çatır. Ay, sağ ol. Rəsmi sənəd verilir. Formal təhsilin sonunda dövlət sənədi verilir. Hansı ki, rəsmi sənəddir, dövlət tərəfindən tanınır. Formal təhsilin sonunda nə verildi? Rəsmi sənəd. Amma qeyri-formal qeyri-rəsmi sənəddir. Ya sizə rəsmi sənəd verilməyəcək, ya da verdikləri sənəd rəsmi sayılmayacaq, qeyri-rəsmi sayılacaq adından göründüyü kimi. Məsələn, tutaq ki, gedirsiniz tibb kursuna, 6 aylıq tibb kursuna. O tibb kursu sizə 6 ayın sonunda kurs sizə diplom verir. O sənəd verib də sizə, düzdür, o da bir sənəddir. O diplom da bir sənəddir, fəxri fərman da bir sənəddir. Amma o sənədlər dövlət tərəfindən tanınır sizcə? 6 aylıq kursun bizə verdiyi diplom. Təbii ki, xeyr. Bəli. Sənəd verdi. Əla. Amma dövlət tərəfindən tanınmadığına görə, qeyri-rəsmi sənəd sayıldığına görə hansı təhsil sayılacaq? Qeyri-formal. Bir də var ki, siz o tibb təhsilini gedirsiniz tibb universitetində alırsınız, ATU-da. Bu universitetin sizə verdiyi diplom dövlət tərəfindən sizcə tanınacaq, o da sənəd verir. Bəli. Ay, sağ ol. Bəli, formal təhsildir. Ay, Formaldır, sağ ol. bəli. Bəli. Dövlət tərəfindən tanınırsa formaldır, rəsmidir. Amma kurs verirsə və o sənəd dövlət tərəfindən tanınmırsa, qeyri-rəsmidirsə, deməli adından göründüyü kimi qeyri-formaldır. Və yaxud da heç sənəd verilir. Məsələn, tutaq ki, uşaq hazırlaşdırırsınız, repetitorsunuz, uşaq gəlir sizin yanınıza. Məşğələlərə gəlir. Abituriyentdir, 10-11-ci sinifdir, gəlir sizlə hazırlaşmaq istəyir, gəlib sizin dərslərinizə qoşulmaq istəyir. Məsələn, siz mənim dərsimə qoşulmusunuz, düzdür? Mən sonda sizə sənəd verəcəm, hər hansı bir sənəd. Diplom, fəxri fərman, nə bilim, heç bir sənəd verməyəcəm, düzdür? Bizim aldığımız o təhsil nədir? Qeyri-formal. Informal. Özün təhsil yolu ilə də. Ay, yox, informal deyil, qeyri-formaldır. Çünki siz məşğələyə gedirsiniz, məşğələyə qoşulmusunuz. Uşağınızı göndərirsiniz repetitor yanına, məşğələlərə. Özü öyrənir, yoxsa müəllimdən öyrənir? Müəllim öyrədir ona. Uşaqlarla öyrənir orada. Bəli, repetitor məşğələ yanına gedirsə, məşğələlərə gedirsə, nə olacaq məşğələ? Sənəd vermirsə, qeyri-formal olacaq. Ay, sağ ol. Bir də var ki, bəzən olur da, rastımıza çıxır. Kənd kəsəkdə qalır uşaqlar, nə məktəbə getmir, nə repetitor yanına getmir. Oturub evdə özü öyrənir. Töküb, ay sağ ol, kitabları töküb qabağına. İnformal. Ay sağ ol, bəli, özün bilikləndərməyə çalışır, özünü təhsil yolu ilə biliklərə yiyələnir. İnformal nə olacaq? Özünü təhsil. Ay sağ ol. Burada in sözü səhv etmirəmsə ingilis dilində daxil deməkdir. Daxildə, özü, tək. Tək özün bilikləndirməyə çalışır. Deməli, gəlin indi bir də ümumiləşdirək. Formal təhsilin sonunda dediyi nə verilir? Rəsmi sənəd. Dövlət sənədi. Ay, sağ ol. Formal təhsilin sonunda dövlət sənədi verilir. Adından göründüyü kimi universitetlərdir, kollecdir, yəni hansıların ki verdiyi sənədlər, diplomlar dövlət tərəfindən tanınırsa bu formaldır. Səslərimizi bağlayaq zəhmət olmasa. Qeyri-formal təhsilin sonunda ya sənəd verilmir, ya da verdiyi sənəd qeyri-rəsmi sayılır. Məsələn, kurslar, dərnəklər, məşğələlərin verdiyi sənəd qeyri-rəsmi sənəddir və yaxud da heç vermirlər. Məsələn, repetitor məşğələ vermir. Ola bilər dərnək də verməsin. Amma siz gedib nəsə öyrənirsiniz də orada, düzdür? Amma sonda sizə verdikləri sənəd rəsmi sənəd sayılmadığına görə olacaq nə? Qeyri-rəsmi olduğuna görə olacaq qeyri-formal. Bir də var, oturursunuz evdə, özünüzü bilikləndirməyə çalışırsınız, özünüz öyrənməyə çalışırsınızsa, özünü təhsil yolu ilə biliklərə yiyələnmə də informaldır. Ay, sağ ol. Tamamilə doğrudur. Əla. Bura qədər. Aydındır tam. Aydındırsa bir sual vermişsə, deyirəm ki, qeyri-formal təhsilin qeyri-formal sonda dövlət sənədinin verilməməsi ilə başa çatan təhsil alma formasıdır. Düz deyirəm, yoxsa səhv deyirəm? Təhsil forması, təhsil almaq yox. Ay, sağ ol, Leyla müəllimə. Tamamilə doğrudur. Orada sonda nə dedim? Təhsil alma dediniz. Ay, sağ ol. Türkan müəllimə sizdən eşit gəlir. Səslərimizi bağlayaq zəhmət olmasa. Leyla müəllimə düz dediniz, düz vurğuladınız. Orada sonda dedim ki, təhsil alma. Amma formal, qeyri-formal nə idi? Təhsil formaları.
Ay, sağ ol. Bəli, təhsil formalarıdır. Bu il Leyla müəllimə sizdən gəlirmiş, yox o. Öz səsimi eşidirəm. Deməli, formal, qeyri-formal, informal, bir də deyirəm, diqqətlə qulaq asın. Təhsil formalarıdır. Təhsil alma formaları deyil. Amma mən sonda sizi çaşdırdım. Dedim ki, qeyri-formal, sonda dövlət sənədinin verilməməsi ilə başa çatan, bura qədər düz dedim. Sonda amma səhv dedim. Təhsil alma formasıdır dedim. Təhsil alma yox. Təhsil formasıdır. Yadda saxlayın. Təhsil alma başqa. İndi izah eləyəcəm təhsil almalar hansılardır. Təhsil forması başqa. İnformal təhsil özünü təhsil yolu ilə biliklərə yiyələnməni təmin edən təhsil alma formasıdır. Düz deyirəm, yoxsa səhv deyirəm? İnformal təhsil özünü təhsil yolu ilə biliklərə yiyələnməni təmin edən təhsil alma formasıdır. Yenə Ay, təhsil forması. ay, sağ ol. Bəli, tamamilə doğru. Təhsil alma yox, təhsil forması olmalıydı. İndi gəlin baxaq təhsil alma formalarına. Təhsil formaları belə yadda saxlayın da. Təhsil daha qısadır, yoxsa təhsil alma daha qısadır? Təhsil, düzdür? 3 dənə olan təhsildir, 7 dənə olan təhsil alma formasıdır. Yenə deyirəm, təhsil formaları cəmi 3 dənədir. Qısa, qısadır və azda növü var. Amma təhsil alma formaları uzundur və 7 dənə növü var. Belə yadda saxlayın. Təhsil alma formalarına indi gəlin baxaq. Əyani, Qiyabi, distant. distant, evdə, Sərbəst. stasionar, fərdi və bəli, sərbəst. Sərbəstin digər adı eksternatdır. Eksternat görəndə başımızı qarışdırmasın. Sərbəst təhsil almanın digər adıdır, ikinci adıdır. Sərbəstin digər adı eksternatdır. Gəlin indi bir-bir baxaq. Əyani, qiyabi distanta baxaq əvvəl. Əyani təhsil alma nədir? Mütəmadi olaraq, davamlı olaraq, müntəzəm olaraq dərsə gedilib gəlinən təhsil alma formasıdır. Yəni, əyani təhsil almada şagird mütəmadi olaraq, davamlı olaraq dərsə gedib gəlir. Qiyabi təhsil almada davamlı olaraq dərsə gedib gəlmir. Yalnız imtahan sessiyası vaxtı, yəni imtahandan imtahana gedib gəlir. Bir də əyanidən bir fərqi də odur ki, bir il artıq keçirilir. Bir il artıq. Yaxşı, bəs distant nədir? Açar söz verirəm. Məsafədən dərsdir, məsafədən. Məsafədən tədris olunan dərs distant təhsil. İndi bizimki kimi də biz indi dərsdə necə oturmuşuq? Ay, sağ ol, bəli, tamamilə doğrudur, əla. Hal-hazırda bizim istifadə etdiyimiz təhsil alma forması distantdır. Hərəmiz bir rayondan qoşulmuşuq. Bakıdan, nə bilim, Qubadan, Qaxdan, Allah bilir hardasınız, hansı şəhərdəsiz. Aramızda müəyyən qədər nə var? Məsafələr var. Məsafədən tədris olunan dərsdir. Müəllimlə şagirdin eyni məkanda olmadan aldığı təhsil alma təhsildir, dərsdir. Baxın, fikir verirsinizsə, eyni məkanda deyilik, fərqli-fərqli məkanlardayıq, hərə öz evində oturub, amma məsafədən nə edirik? Dərsə qoşulmuşuq. Nə vasitəsilə? Nə vasitəsilə? Müxtəlif proqramlar vasitəsilə Zoom, Google Meet ola bilər, WhatsApp ola bilər. Fərqli proqramlar vasitəsilə burada məsafədən dərs təşkil olunur. Deməli, yəni qiyabi distantdan danışdıq sizlə. Məktəblərdə istifadə olunan təhsil alma forması əyanidir. Qiyabi heç vaxt olmur, keçirilmir. Distant da olmur, yalnız əyani. Distant sadəcə, diqqətlə qulaq asın, zəruri hallar baş verərsə istifadə oluna bilər. Zəruri hallar baş verəndə, məsələn, pandemiya dövrü ola bilər, müharibə dövrü ola bilər, COP29 festivalında distant təhsil almaya keçmişlər, yadınızdadır məktəblər. Deməli, distant təhsil alma formasından nə vaxt istifadə oluna bilər? Zəruri hallar baş verərsə. Bu üçü tam aydındır. Aydınlıqsa davam edək. Evdə təhsil alma forması. Evdənin açar sözü simdir. Əvvəlcə gəlin məntiqlə düşünək. İndi açıqlayacağam nə deməkdir sim. Əvvəlcə məntiqlə düşünək ki... Sağlamlıq imkanları məhdud. Bəli. Əvvəl düşünək ki, görəsən uşaq, şagird təhsilini niyə evdə alsın? Deməli, bu uşaq məktəbə gedə bilmirsə, təhsilini evdə alırsa, deməli, bunun sağlamlığında hər hansı bir problemi var. Düzdürmü? Hər hansı bir məhdudiyyəti var ki, məktəbə gedə bilmir. Həkim ona elə məsləhət görüb ki, təhsilini harda alsın? Evdə alsın. Müəllim göndərilir onun evinə ki, evdə ona dərs keçsin.
Deməli, bu uşağın sağlamlığında bir problemi var. Düzdür? Sağlamlığında bir məhdudiyyəti olmasa, normal uşaqlar kimi, digər şagirdlər kimi məktəbə gedib gələr. Əgər gedə bilmirsə, deməli sağlamlığında bir məhdudiyyət var. Ona görə də açar sözü simdir. Sağlamlıq imkanı məhdud olan uşaqlar evdə təhsil alma formasından istifadə eləyə bilər. Yaxşı, bəs stasionar nədir? Stasionar təhsil alma forması isə xəstəxanada alınan təhsil. 21 gün artıq qalanda olurdu deyəsən. Ay, sağ ol, bəli. Sağ ol, bəli. Oy, Leyla müəllimə, sizdən çox biz Sizdən ehtiyat gəlir. çox Atan kimi öz səsimi eşidirəm. Xəstəxanada alınan təhsildə stasionar. Baxın, yenə də burada xəstəxanada təhsil alırsa, yenə də sağlamlığında bir məhdudiyyət var. Evdə ilə fərqi nədir? Evdə də adından göründüyü kimi təhsili uşaq evdə alır, amma stasionarda xəstəxanada alır təhsili. Yaxşı, bəs hansı şəraitdə, hansı şərtlər əsasında ala bilər? Şagird orada 5 gün, 10 gün qalanda təbii ki, ona müəllim göndərilmir. Şagird əgər 21 gündən artıq xəstəxanada qalarsa, 21 gündən artıq, bu zaman xəstəxana rəhbəri araş verir və o xəstəxanaya yaxın ərazidəki məktəbdən bu xəstəxanaya müəllim göndərilir ki, neynəsin? Şagirdə təhsil versin. Məsələn, tutaq ki, müalicə müddəti 2 aydır. Bu uşaq 2 ay olsun, 3 ay olsun, fərqi yoxdur. Əgər 21 gündən artıqdırsa, bu uşaq 21 gündən artıq o xəstəxanada yatacaqsa, ora avtomatik nə göndərilir? Müəllim göndərilir ki, o uşağa təhsil versin, dərsdən geri qalmasın. 21 gündən artıq olarsa, 20 gün, 19, 18 gün olmaz. 21-dən artıq olmalıdır. Aydındır, istəyir 2 il olsun, istəyir 5 il olsun, fərqi yoxdur. Nə qədər olursa olsun, 21 gündən artıq olsa, avtomatik bura müəllim göndərilir ki, uşağa təhsil versin. Hansı məktəbdən? Sırf şagirdin oxuduğu məktəbdən bura müəllim göndərilir? Xeyr, yaxın ərazində. Fərqli yaxın məktəblər. Bəli, sizi çaşdıracaq testdə. Deyəcək ki, stasionar təhsil alma formasında xəstəxanaya sırf şagirdin oxuduğu məktəbdən müəllim göndərilir. Amma düşünün, bəlkə elə şagird xəstəxanaya gətirilib Bakıya, amma şagirdin oxuduğu məktəb məsələn Cəlilabaddadır, Biləsuvardadır. Bu demək deyil ki, Cəlilabaddakı o məktəbdəki müəllimlər gəlməlidir Bakıya. Təbii ki, xeyr. Xəstəxanaya yaxın ərazidəki məktəbdən bura müəllim göndərilməlidir ki, o uşağa təhsil versin. Yaxşı, onda belə bir sual verim sizə. Deyirəm ki, şagird müalicə müddətindən asılı olmayaraq stasionar təhsil alma formasından istifadə edə bilər. Düz deyirəm, yoxsa yalan deyirəm? Xeyr, 21 gündən. Başqa kimi fikir var. Fikirlərinizi alım, izah eləyəcəm, deyəcəm. Bəlkə də düz deyirsiniz. Hələ düz səhv olduğunu demirəm. Kimi fikir var başqa? Müəllim, bir təkrar eləyək. Baş üstə. Baxın, deyirəm ki, şagird müalicə müddətindən asılı olmayaraq stasionar təhsil alma formasından istifadə edə bilər. Düz deyirəm, yoxsa səhv deyirəm? Yox, elə istifadə edirlər. Yaxşı, gəlin izah eləyim. Səslərimizi bağlayaq. İzah eləyim. Diqqətlə qulaq asın. Müalicə müddəti nə deməkdir? Məsələn, həkim sizə diaqnoz qoyur, deyir ki, sən 5 ay burada müalicə almalısan. Deyir ki, sən 8 ay almalısan, 2 il almalısan. O müalicə müddəti nədir? Sizin oradan çıxacağınız vaxta qədər orada qalmağınızdır da, düzdür? Müalicə müddəti bitəndən sonra nə baş verəcək? Çıxıb gedəcəksiniz. Mən sizə deyirəm ki, şagird müalicə müddətindən asılı olmayaraq stasionar təhsil alma formasından istifadə edə bilər. Bu niyə səhv olsun? Uşağın bu müalicə müddəti deməyər? Yox, belə bir sual verin. Bu 21 gün uşağın müalicə müddətidir. Müalicə müddəti odur ki, uşaq 21 gün qalır. 21 gündən sonra çıxıb gedir. Müalicəsi bitir axı. Müalicə müddəti bitəndən sonra şagird çıxıb gedir. Bu müalicə müddəti deyil. Bu 21 gün sizi çaşdırmasın. Hər dəfə burada müəllimlər çaşırlar. Nəyə görə? Çünki burada 21 gün müalicə müddəti deyil. Bizim nəyimizdir? Şərtimizdir. Şərtimiz belədir ki, əgər şagirdin müalicə müddəti 21 gündən çoxdursa, stasionardan istifadə edə bilər. Əgər 21 gündən çox olursa, müalicə müddətindən asılı olmayaraq uşaq stasionardan istifadə edir. İstəyir 5 ay olsun, istəyir 2 il olsun, fərqi yoxdur. Fikir verin, deyirəm ki, istəyir 2 il olsun, istəyir 8 ay, istəyir 10 ay, fərqi yoxdur. Yəni, müalicə müddətindən asılı deyil stasionar. Aydındır, müalicə müddətindən asılı olmayaraq şagird bu stasionardan istifadə edə bilər. Tam başa düşürsünüz nə demək istədiyimi?
Belə bir sual rastlaşarsa, mən dediyimi düşünün ki, burada 21 gün bizim şərtimizdir. Əgər bu 21 gün bizim müalicə müddətimiz olsaydı, şagird 21 gündən sonra, müalicə müddəti bitəndən sonra oradan çıxmalı idi. Çıxmır axı, orada qalır. Müəllim, onda biz müalicə müddəti götürməyək də. Deyək ki, 21 gün xəstəxanada qalma şərtidir. Müalicə müddəti 3 ayda ola bilər, 5 ayda ola bilər, 1 ayda ola bilər və yaxud da ki, 21 gündən amma az ola bilməz axı onun müalicə müddəti. Bəs mən nə deyirəm? Mən də onu deyirəm də. 21 gün şərtimizdir. Stasionar təhsil almanın şərtidir. 21 gündən artıq olmalıdır. Xəstəxanada qalma şərti, hə. Bəli, xəstəxanada qalma şərtidir. O bizim şərtimizdir, müalicə müddəti deyil. Amma müalicə müddəti şagirdin o xəstəxanada aldığı müalicənin vaxtıdır. Tarixidir ki, məsələn 2 ay qalır, 5 ay qalır, 2 il qalır. Ondan asılı deyil. Tam başa düşdünüz nə demək istədiyimi? Aydındır? Bir də təkrarlayıram. Stasionar təhsil alma formasında şagird əgər 21 gündən artıq xəstəxanada qalarsa, xəstəxana rəhbəri arayış verir və bu xəstəxanaya yaxın ərazidəki məktəbdən bura müəllim göndərilir ki, şagirdə neynəsin? Təhsil versin. Müalicə müddətindən asılı olmayaraq şagird stasionar təhsil alma formasından istifadə edə bilər. Müalicə müddəti başqa, bu bizim şərtimizdir. Şərtimiz başqa. Aydınsa keçək fərdi və sərbəst təhsil almaya. Diqqətlə qulaq asın bundan sonrakına ki, qarışdırmayasın. Sizə situasiya tipli testlər atacağam. Düz eləmək istəyirsinizsə diqqətlə qulaq asın. Yaxşımı? Əvvəl bir-iki sual vereyim, sizdən səbəbləri soruşacağam. Desin zəhmət olmasa. Desin kim? Görək kim var burada? Elnarə müəllimə. Cavab vermək istəyirsiniz? Bəli, müəllimə. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Siz mənə deyin zəhmət olmasa, evdə təhsil alma formasından hansı səbəbdən şagirdlər istifadə edə bilər? Əvvəlcə bir şey deyim ki, yerdən danışmayaq, xahiş edirəm. Gürültü olmasın. Əl qaldırın. Əgər müəllim cavab verə bilməsə, istəməsə, əl qaldırın, mən qaldıracağam. Evdə müəllimə sim açar sözü idi. Sağlamlıq imkanları məhdud olan uşaqlar istifadə edirlər. Hansı ki, onların məktəbə getmək kimi imkanları olmur da. Ay, sağ ol, bəli. Yəni, səbəbləri nədir? Sağlamlığında bir məhdudiyyət olması, düzdürmü? Yaxşı, bəs stasionar təhsil alma formasından hansı səbəbdən şagirdlər istifadə edə bilər? Mən bunu başa düşdüm. Hardasa 21 gün əgər xəstəxanada qalırsa uşaq, sonra yaxın məktəblərdən onun üçün müəllim təyin olunur və müəllim gedib ona xəstəxanada dərs keçir. Bunu başa düşdüm. Amma bilirsiniz müəllimə, bir dənə elə bir ki, müalicə müddəti bitdi, 2 ay, 5 ay. Bu müalicə müddəti bitdikdən sonra uşaq qayıdırmasın öz evinə, öz məktəbinə qaydanda. O həmin müəllim yenidən Yox, yenidən niyə keçmir? Yox, yenidən niyə keçsin? Bəs bizim məqsədimiz odur ki, şagird geri qalmasın. Ona əlavə dərslər müəllim sonra keçmir. Artıq bu uşaq mənimsəyib o dərsləri xəstəxanada. Gəlir məktəbə, qaldıqları yerdən davam edirlər. Çünki artıq o uşaq mənimsəyib köhnə dərsləri. O müəllimin dərs keçmə müddəti bitirdi artıq. Ay, sağ ol, bəli, bitir. 3 ay, 5 ay. Bəli, keçir. Uşağa proqramda hansı mövzular varsa uşağa mənimsədir, sonra qayıdır öz iş yerinə. Uşaq da qayıdır öz məktəbinə. Harda qalıblarsa oradan davam edirlər. Aydındır. Oldu müəllimə. Başa düşdüm bunu. Çox sağ olun. Siz də sağ olun. Deməli dedi ki, səbəbləri bunlardır. Səbəbi nə oldu stasionarın? Uşağın xəstəxanada 21 gündən artıq qalması. Düzdürmü? Düzdür. Sualınız var? Yox, çox sağ olun müəllimə. Siz sağ olun. Təşəkkür edirəm. Buyurun. Yoxsa keçək fərdindən sərbəstə. Soruşma səbəbim nə idi? Səbəblərə diqqət yetirməlisiniz. Səbəblərə. Hər birinin öz səbəbi var. Əyaninin də öz səbəbi var. Distantın da öz səbəbi var. Əgər zəruri hallar baş verərsə, korona vaxtı, nə bilim, virus vaxtı, xəstəlik vaxtı, müharibə vaxtı, festival vaxtı, hər hansı bir səbəbdən distantdan istifadə edə bilərik. Düzdür? Bu fərdi ilə sərbəstin də öz səbəbləri var. Diqqətlə qulaq asın, qarışdırmayaq bunları. Fərdi və sərbəst təhsil alma formasını şagirdlər 2 səbəbdən ala bilər. Birinci səbəb odur ki, şagird müxtəlif səbəbdən təhsildən kənarda qalıb. Müxtəlif səbəbdən təhsildən kənarda qalıb. Yəni, neyniyib?
yarımçıq buraxıb çıxıb gedib. Ola bilər də hər hansı bir səbəbdən yarımçıq buraxıb gedib. Əvvəlcə sizə ən əsas açar məqamı deyim. Bunu qeyd eləyin, diqqətlə qulaq asın. Bundan sonrası üzə asan olacaq. Fərdinin açar sözü dərslərdir. Ən əsas məqam. Sərbəstin açar sözü isə imtahandır. İmtahan. İndi deyəcəm nəyə görə bunlar əsas götürülür. Bizim birinci səbəbimiz nə oldu? Müxtəlif səbəbdən təhsildən kənarda qalanlar. Bu şagirdlər fərdidən də istifadə edə bilər, sərbəstdən də istifadə edə bilər. Fikir verirsinizsə, səbəbləri eynidir. Baxın, evdə təhsil almanın səbəbi ayrı. Özünə məxsus səbəbi var. Stasionarın səbəbi ayrı. Amma fərdi ilə sərbəstin səbəbləri eynidir. 2 dənə səbəb var, ikisinə də aiddir. Baxır vəziyyətə. Uşağın istəyindən də asılıdır, potensialından da asılıdır. Görək uşaq hansına uyğun gəlir. İndi deyəcəm, açıqlayacam bir-bir. Müxtəlif səbəbdən təhsildən kənarda qalan şagirdlər fərdi də istifadə edə bilər, sərbəst də. İkinci səbəbimiz xüsusi bacarıqları olanlardır. Xüsusi bacarıqları olanlar. Şagirdlərin əgər xüsusi bacarıqları varsa, bu şagirdlər yenə də fərdidən də istifadə edə bilər, sərbəstdən də istifadə edə bilər. Yadda saxlayın, fərdi təhsil alma formasında uşaq gedir, fərdi dərslərdə oturur, dərs alır, gedir əlavə olaraq vaxtını ayırır, gedir fərdi dərslərdə oturur. Müəllim onun üçün fərdi dərslər təşkil eləyir. Fərdi, tək, məktəbdə, evdə yox, məktəbdə. Sərbəst bəs nədir? Sərbəst təhsil almada şagird sərbəst biliklərindən istifadə eləyir, sərbəst şəkildə. İmtahan verir. İndi görək bu imtahanı nə üçün verir? İndi gəlin baxaq. Məsələn, uşaq müxtəlif səbəbdən təhsildən kənarda qalıb. Məsələn, 6-cı sinifdir, valideynləri götürür bu uşağı, gedir köçürlər xaricə. Hər hansı bir səbəbdən ola bilər də, işə görə və yaxud hər hansı bir başqa bir şeyə görə köçürlər xaricə. Sağlamlığa görə də ola bilər, xəstəliyə görə də ola bilər, səbəbi başqadır, bilmirik. Hər hansı bir səbəbdən valideyn götürür, şagirdləri köçür xaricə. Uşaq 6-cı sinifdən çıxır, gedir. Məsələn, müəyyən illər sonra qayıdır geri. Tutaq ki, bu uşağın neçə yaşı olsun? Məsələn, 21 yaşı var. Bu 21 yaşında olan uşaq əgər desə ki, mən təhsilimi davam etdirmək istəyirəm. O itirdiyim illər ki var, 7, 8, 9, 10, 11. O itirdiyim illərin təhsilini geri almaq istəyirəm, oxumaq istəyirəm, davam etdirmək istəyirəm təhsilimi. Bu uşaq nə edəcək? Bu uşaq nə etmək istəyir? Gedib dərsdə oturmaq istəyir. Baxın, vaxt sərf eləmək istəyir. Təhsilini, açar söz yazıram bura, davam etdirmək istəyir. Harda? Hansına istifadə edəcək? Fərdi təhsil almadan. Yox əgər bu 21 yaşındakı uşaq desə ki, mən işləmək istəyirəm, mən universitetdə oxumaq istəyirəm və mənə sənəd lazımdır. Baxın, vaxt itirmək istəmir. Gedib bu uşaq 4 il, 5 il itirdiyi illəri oxumaq istəmir. 25 yaşına kimi, 26 yaşına kimi gedib məktəbdə oxumaq istəmir. Bu uşaq istəyir ki, sənəd alsın. Birbaşa getsin universitetə girsin, birbaşa nə bilim getsin işləsin və iş yerindən də bundan sənəd istəyirlər, atestat istəyirlər. 9-un atestatı, nə bilim 11-in atestatı. Deməli bu uşağa nə lazımdır? Sənəd, qısa konkret. Açar sözümüz nə olacaq? Sənəd. Bu uşaq gedib vaxt itirib 5 il dərsdə oturar sizcə? Fərdi dərs istəyir bu uşaq? Yox. Bu uşaq birbaşa imtahana girəcək. Sərbəst nə bilirsə, sərbəst biliklərlə istifadə eləyəcək, imtahana girəcək, imtahan verəcək. Nə üçün? Sənəd almaq üçün. S-sı, sərbəstin s-sı, sənədin s-sı. Fikir verirsinizsə, açar sözlə sözün özü oxşuyur bir-birinə. Elə yadda saxlayın. S-sı, sərbəst sənəd. İndi gəlin bir də ümumiləşdirək. Əgər şagird, uşaq müxtəlif səbəbdən təhsildə kənarda qalıbsa, qayıdıb desə ki, mən təhsilimi davam etdirmək istəyirəm, onda gedəcək fərdi təhsil almadan istifadə edəcək, fərdi dərslərdə oturacaq. Yəni, müəllimlər onun üçün fərdi dərslər təşkil edəcək. Yox əgər uşaq desə ki, mən işləmək istəyirəm, mənə sənəd lazımdır, s-sı, onda uşaq vaxt itirmək istəmir. Birbaşa sənəd almaq istəyir. Sənəd almaq üçün də nə verməlidir, nə etməlidir? Öz-özünə kimsə gedir ona sənəd verir? Yox. İmtahana girir, imtahan verməlidir. İmtahan da nəyin açar sözdür? Sərbəstin. Sərbəst biliklərindən istifadə eləyir, imtahan verir. Nə üçün? Sənəd almaq üçün. S-sı. Bura qədər tam başa düşdünüz. Aydındır birinci səbəbimiz. Nə vaxt fərdi, nə vaxt sərbəst. Əla. İndi keçək ikinci səbəbə. Xüsusi bacarıqları olanlar.
Əgər şagirdin xüsusi bacarıqları varsa, məsələn, 7-ci sinifdir, bu uşağın xüsusi bacarıqları var. 8-ci sinifin biliklərini də çox gözəl şəkildə bilir, mənimsəyib, bilir, bütün fənlərini bilir, əsas fənlərini bilir. Bu uşaq sizcə burada vaxt itirmək istəyər? 7-də qutarıb 8-də 1 il artıq oturmaq istəyər. İndi bilir də 8-i bilir. Bilə-biləsiz, eyni belə deyim də sinifdə oturmaq istəyirsiniz, vaxt itirmək istəyirsiniz, bildiyiniz şeyləri təkrardan baxarsınız. Yox, istəyirsiniz ki, irəli gedəsiniz, daha çox öyrənəsiniz. Bu uşaq bilə-bilə vaxt itirmək istəmir. Onda bu uşaq nə edə bilər? İmtahan verir, 8-in imtahanına girir. Nə üçün? Sinifdən sinifə atlamaq üçün. Açar sözümüz nə olacaq? Sinifdən sinifə atlamaq. Nədən istifadə elədi? Hansı təsəlmadan istifadə elədi? Baxın. S. Sərbəstin S. Sərbəst. Ay, sağ ol, bəli, tamamilə doğrudur. S. Sərbəstin S-sı, sinfin S-sı. Deməli, bu uşaq gedib burada vaxt itirmək istəmir. 1 il oturub yenə 8-i oxumaq istəmir. 8-i artıq bilir. Bilirsə bu uşaq niyə vaxt itirsin? Uşaq 7-ci sinifdir, amma 8-i bilirsə, onda 8-in imtahanını verir, sərbəst biliklərindən istifadə eləyir. İmtahan verir, nə üçün? Sinifdən sinifə atlamaq üçün. Başqa cür də görə bilərsiniz. Təhsil səviyyəsini vaxtından tez başa vurmaq üçün. Bu cümləni də görə bilərsiniz. Nə deməkdir? Eyni şeyə gəlib çıxır, sinifdən sinifə atlamaq. Aydındır. Təhsil səviyyəsini vaxtından tez başa vurmaq nə deməkdir? Sinifdən sinifə atlamaq deməkdir. Yəni 8-i tez bitirir, 1 il tez. Bu səviyyəni tez başa vurur. Aydındır. Birbaşa 7-dən 9-a keçir. Əgər bu uşaq, məsələn, 7-də oxuyan uşaqdır, bu uşaq 8-in bütün fənlərini bilmir. Bu 7-də oxuyan uşağın sadəcə, məsələn, riyaziyyatdan xüsusi istedadı var, məsələn deyirəm. Və yaxud da fizikadan xüsusi istedadı var. Bu uşaq o 1 dənə, 2 dənə fənnə görə, 1-2 dənə fəndən xüsusi istedadı var deyə sinifdən sinifə sizcə atlaya bilər? O imtahanları verə bilər? Yox, keçə bilməz. Ay, sağ ol. Deməli, bir və ya bir neçə fəndən xüsusi istedadı olarsa, bu zaman fən müəllimi həmin uşaq üçün fərdi dərslər təşkil eləyir ki, o uşağın bu bacarıqları inkişaf eləsin. İnkişaf. Deməli, müəllim istəyir ki, onu inkişaf etdirsin. Biz sizlə pedaqoji tələblər keçəcəyik. Burada müəllim uşağın o bacarığını, istedadını görməzdən gəlmir. Şagird önümlülük tələbi var. Keçəndə qəşəng başa düşəcəksiniz. Şagird önümlülük tələbini reallaşdırır. İstedadını müəllim uşağın inkişaf etdirmək istəyir. Məsələn, tutaq ki, kimin deyək? Məsələn, həqiqət müəllimə nə müəllimisiz? Təsvir incəsənət, əla. Məsələn, tutaq ki, sinfinizdə bir dənə Azər adında uşaq var. Azər qəşəng rəsm çəkə bilir. Təsvir incəsənətdən xüsusi bacarığı var, istedadı var, gözəl rəsm çəkir. Siz bunu görməzdən gələ bilərsiniz, görməzdən gələrsiniz siz. Bəli, onunla fərdi məşğul olub, daha da irəli aparmaq. Ay, sağ ol, bəli, onunla fərdi məşğul olmalısınız. Nə üçün? Uşağın o bacarığını, istedadını biraz da inkişaf etdirmək üçün. Aydındır. O uşaq gedib imtahana girmir. O uşaq gedib 8-in imtahanını verib 9-a keçə bilməz. Bir fəndən istedadı olarsa, rəsm çəkməyə qabiliyyəti varsa, bu uşaq fərdi təhsil almadan istifadə eləyəcək. Müəllim həmin uşaq üçün, həmin fəndən, həmin fən müəllimi, həmin şagird üçün fərdi dərs təşkil eləyəcək ki, niyə? O uşağın bacarıqlarını inkişaf etdirsin. Aydındır. Tam başa düşdünüz bu ikinci səbəbi də. Bəli. Aydındır. Yaxşı, gəlin indi bir də ümumiləşdirək. Dedik ki, fərdi və sərbəst təhsil alma formasından şagirdlər 2 səbəbdən istifadə edə bilər. Müxtəlif səbəbdən təhsildən kənarda qalan şagirdlər, bir də xüsusi bacarıqları olan şagirdlər. Səbəbləri eynidir. Vəziyyətə görə dəyişir seçim. Məsələn, uşaq müxtəlif səbəbdən təhsildən kənarda qalıbsa və gəlib mənə deyirsə ki, ay ana, mən təhsilimi davam etdirmək istəyirəm. Davam etdirmək istəyirsə, bu uşaq onda gedib dərsdə oturmaq istəyir. İtirdiyi illəri bərpa eləmək istəyir. Cavab versin Gülnar müəllimə. Hansı təhsil almadan istifadə edir, davam etdirmək istəyirsə? Fərdi təhsil alma formasından. Ay, sağ ol, bəli, fərdidən. Nurdə müəllimə, uşaq desə ki, mən işləmək istəyirəm və yaxud da universitetə girmək istəyirəm. Mənə attestat lazımdır. 9-un 11-dən attestat. Sərbəst təhsil. Çünki sənəd lazımdır ona görə dedik, sərbəst təhsil. İmtahan verməlidir. Ay, sağ ol, imtahan verəcək, sənəd alacaq. Tamamilə doğrudur, əla.
Desin mənə həqiqət müəllimə. Şagirdin riyaziyyatdan və ədəbiyyatdan xüsusi istedadı var. Aha. Bu zaman hansı təhsil alma formasından istifadə eləmək şansı var? Hansına istifadə edə bilər? Fərqli. Necə istifadə edəcək ondan? Müəllim riyaziyyatdan və digər fəndən. Müəllim onlarla fərdi məşğul olacaq. Aha. Şagirdin bilik və bacarığını daha da artıracaq, inkişaf etdirəcək. artıracaq. Ay, sağ ol, bəli. Əgər uşağın bir və ya bir neçə fəndən xüsusi bacarığı, istedadı varsa, bu zaman müəllim onu görməzdən gəlmir. Həmin fən müəllimi uşaq üçün fərdi dərs təşkil edir. Açar sözümüz dərs, fərdi dərs təşkil edir ki, o uşağın bacarıqlarını inkişaf etdirsin. Əgər 7-ci sinif ola 8-in də bütün fənlərini bilirsə, onda o uşaq vaxt itirmək istəməyəcək. Nə edəcək? İmtahan verəcək. Nə üçün? Digər bir sinif atlayacaq da önə. Məsələn, Ay, 8-i sağ ol. tam bilirsə, artıq 8-in fənlərindən imtahan verib birbaşa 9-cu sinifə keçəcək. Ay, sağ ol. Yəni- Yəni sinifdən sinifə atlamaq. Sərbəst. Təhsil səviyyəsini vaxtından tez başa vurmaq. Hansı təhsil alma formasıdır bu? Sinifdən sərbəst açar söz. Sərbəst sağ ol. olacaq. Ay, sağ ol, bəli, sərbəst təhsil alma forması tamamilə doğrudur. Əla. Əla. Tam başa düşdünüz bura qədər. Kimə nə qaranlıq Bəli. qaldı? Tam aydındır. Aydındırsa keçək təhsilin pillə və səviyyələrinə. Görək təhsilin hansı pillə və səviyyələri var. Diqqətlə qulaq asın, asandır. Bir var pillə, bir də var səviyyə. Pillə böyük anlayışdır, səviyyə isə kiçik anlayışdır. Necə yadda saxlayın? Pilləkən. Pillə sözü pilləkən sözünə oxşuyur, düzdürmü? Bu pilləkənə biz ümumi şəkildə baxırıq da, baxın, uzun bir pilləkəndir. Pilləkən səviyyələrdən təşkil olunub. Baxın, bu səviyyələrdir. Düşünün ki, bax, bunlar səviyyələrdir. Yəni mərtəbələrdən. Ay, sağ ol, mərtəbələrdir. Səviyyə kiçikdir. Fikir verin, kiçik, balaca. Amma pilləkən isə yekədir, uzundur. Səviyyə pillənin içərisində yer alır, düzdür? Pillə böyük anlayışdır, səviyyə kiçik anlayışdır və səviyyə pillənin içərisində yer alır. İndi gəlin görək bu nə deməkdir. Pillə deyəndə ağlınıza müəssisə gəlsin. Bina. Bina fikir verin böyüdür. O binanın içərisində o uşaqların keçdiyi etaplar səviyyələrdir, təhsilin səviyyəsi. İndi gəlin baxaq. Əvvəlcə biz uşağı hansı müəssisəyə qoyuruq? Orta məktəbə qədər təhsil. Ən birinci, ay, sağ ol. Bağçaya gedir uşaq, bağça. Hələ məktəbə gedib çıxmayıb. Məktəbə qədər olan pillədir. Məktəbə qədər. Baxın, bunu qarışdırmayın. Məktəbə qədər. O məktəbə qədər pilləsində, yəni o bağçada, yazıram mötərizəyə bağça. Müəssisəmiz burada bağçadır. Səviyyə yoxdur. Ancaq uşaqlar gedir ora, düzdür? Səviyyəsi yoxdur. Bağçadan sonra uşaq hara gedir? Hansı müəssisəyə gedir? Müəssisə bizim pilləmizdir. Belə yanaşın. İbtidai təhsil. Yox. Müəssisə. Müəssisəni deyil mənə. Müəssisə lazımdır mənə, müəssisə. Məktəbdir də. Bəli, məktəb. Bağçadan sonra məktəbə gedir. O məktəbə də deyəcəyi bir nəfər də eşitdim. Ümumi təhsil. Ümumi təhsildir onun adı. Məktəbin adı yadda saxlayın. Ümumi təhsil. Sanki bütün uşaqlar o ümumi təhsilini hansı müəssisədə alır? Məktəbdə. Hansı müəssisəmizdir? Məktəb. Baxın, pillə deyəndə məktəbin içərisindəki ibtidai məktəbə hazırlığı deməyin. Mənə o məktəbin özü lazımdır. Çünki pillə soruşuram. Böyük anlayışdır, müəssisədir. Ümumi təhsildir. Yaxşı, bəs bu məktəbin içərisində görək şagirdlər hansı səviyyələrdən keçir? Məktəbin içərisində uşaqlar 4 səviyyədən keçir. Birinci səviyyə Leyla müəllimə səhv etmirəm. Məktəbə qədər. Məktəbə Hazırlıq. Bəli, məktəbə qədər yox. Onunla qarışdırmayın. Məktəbə qədər, hələ məktəbə gedib çıxmayıb. Hələ ora qədər olan pillədir, yəni bağçadır. Bu pillədir. Amma məktəbə hazırlıq səviyyədir. Səslərimizi bağlayıb konuşmamıza echo gəlir. Öz səsimi eşidirəm. Məktəbə hazırlıq səviyyədir. Hansı pillənin səviyyəsi harda keçirilir? Hansı müəssisədə keçirilir? Bəli, ümumi təhsildə, yəni məktəbin içərisində.
Məktəbə hazırlıqda 5 yaşlı uşaqlar təhsil alır. 5 yaşlılar üçün nəzərdə tutulub. Yaxşı, bəs bu 5 yaşlılar bu məktəbə hazırlığı qutarandan sonra hara gedir? Hansı səviyyəyə atılır? İbtidai təhsil. Ay sağ ol, ibtidai. Sanki uşaq burada səviyyə atlayır, level atlayır. Oyunda necə level atlama var? O oyun sizin ünvanınızdır, düzdür? Pillədir, belə düşünün. O pillənin içərisində levellər atlayırsınız, səviyyə atlayırsınız. Bu da elə. Pillə müəssisəmizdir. Səviyyədə uşaqların o müəssisənin içərisində keçdiyi etaplar, levellərdir, səviyyələrdir. Məktəbə hazırlıq kimlərə aiddir? 5 yaşlılara. Hazırlıqdan sonra bir il uşaq ilkin belə deyim də, baza bilikləri, bacarıqları toplayır, ilkin anlayışları öyrənir, keçir hara? İbtidai təhsilə. 1-ci və 4-cü sinifləri əhatə eləyir. 3-cü ümumi orta. Ümumi orta təhsil. 5-ci sinifdən 9-cu sinifə qədər. Bəli, 9. Tam orta təhsil. 4-cü səviyyəmiz tam orta. 10 və 11-ci sinifləri əhatə eləyir. Fikir verirsinizsə, uşaq ta 5 yaşından ta 11-ci sinifə qədər, 1-dən 11-ə qədər hansı müəssisədə o keçir səviyyələri? Məktəbdə. Deməli, siz ümumi təhsilin səviyyələrində bunları sadalamalısınız. 1-ci məktəbə hazırlıq, uşaq əvvəl 5 yaşında hazırlığa gedir, sonra ibtidaiyə keçir, yəni ibtidai sinifə 1-ci sinifə gedir, ta 4-ə qədər ibtidai təhsil səviyyəsidir. Ümumi orta 5-dən 9-a, tam orta 10-11. Necə yadda saxlayayım? Fikir verirsinizsə, burada ümumi orta məktəb demək olur. Bəzi məktəblər var da, ümumi ortadır, bəziləri var tam orta məktəbdir. Ümumi orta, baxın, ardına məktəb sözü artıra bilirsiniz, düzdür? Və yaxud da tam orta məktəb artıra bilirsiniz, görürsünüz? Deməli, bu nəyin səviyyəsidir? İbtidai artırmaq olmur. İbtidai yox, ibtidai artırmaq olmur. Sadəcə bunları qarışdırmamaq üçün deyirəm ki, ümumi orta ilə tam ortanı elə əlaqələndirə bilərsiniz. Ümumi orta məktəb, tam orta məktəb, demir amma səviyyəsi məktəbdir, yox. Prosta o sözü artıra bilirik deyə, elə də yadda saxlayın ki, bunun ardına məktəb sözü artırmaq olursa, deməli, bu məktəbin səviyyəsidir. Aydındır. Amma öz adı səviyyənin ümumi orta təhsildir. Tam orta təhsildir. Aydındır. Bura qədər tam başa düşdünüz. Fikir verirsinizsə, aşağıdan yuxarıya doğru çıxırıq. Aşağıdan yuxarıya yavaş-yavaş. Əvvəl bağça, sonra bağçadan sonra məktəb, məktəbdən sonra sizcə hansı müəssisəyə keçid eləyəcəm? Hələ yavaş-yavaş. Ali. Yox, birdən-birə yox, ora qalxmayın. Birdən-birə yox, yavaş-yavaş. Alidən aşağıda var axı. Kollecdən də. Ay, sağ ol. Kollecdən də bir səviyyə aşağı var, o da peşə məktəbləridir, bəli. Onlar nə gedir? Tam orta? Yox. O nə gedir? Yox, baxaq, diqqətlə qulaq asın. O bizim 3-cü pilləmizdir, düzdür? 2-ci məktəb idi. 3-cü pilləmiz peşə məktəbləridir. Pillə olaraq deyəcəm ona peşə ixtisas təhsili. Peşə ixtisas təhsili. Hansı müəssisələrdir? Peşə məktəbləridir. Peşə məktəblərinin peşə ixtisasında 3 səviyyəsi var. İlk peşə, texniki peşə və yüksək texniki peşə. Bunlar da nədir? Fikir vermisinizsə, bilmirəm, ixtisas falan kodlaşdırmısınız, orada abituriyent jurnalında falan yazır. İlk peşədə 6 aylıqdır. Texniki peşə, bunlar əslində sizə lazım deyil, sadəcə məlumat olsun deyə deyirəm. İlk peşə 6 aylıq olmalıdır. Texniki peşə 1 illik, yüksək texniki peşə 3 illik təhsildir. O da fikir verirsinizsə səviyyələrdən asılıdır. Peşə ixtisas təhsili dediyi nədir? Bizim pilləmizdir. Hansı müəssisə nəzərdə tutulur? Peşə məktəbləri. O peşə məktəbinin içərisində uşaqlar 3 səviyyədən keçə bilər. İlk peşə, texniki peşə, yüksək texniki peşə. Sizə suallarda necə düşə bilər? Pilləri seç, səviyyələri seç, ayırd eləməlisiniz. Necə ayırd eləyə bilərsiniz bunları? Burada bizim əsas sözümüz nədir sizcə? Bax, bu sözlərə baxın, əsas sözü mənə çıxardın, o açar sözü. Nədir bizdə burada əsas söz sizcə? Peşə ixtisası. Ay, sağ ol, peşə. Fikir verirsinizsə, hamısında peşə sözü var. Bu peşə sözü başda gələrsə, ən başda, birinci gələndə olur pillə. Birinci gəlir axı, böyüdür bu. Ağadır, böyüdür. Birinci gəlirsə, başda gəlirsə pillədir. Əgər bu peşə sözü sonradan, ortada gələrsə, səviyyədir.
Baxın, ilk peşə təhsili, texniki peşə təhsili ortada gəlib. Ortada gələrsə, sonradan gələrsə nə olacaq? Səviyyə. Kiçik anlayışdır. Amma birinci başda gələrsə nə olacaq? Pillə. Aydındır? Tam başa düşdük. Aydınsa keçək 4-cüyə. Peşə məktəbindən sonra hansı müəssisə gəlir sizcə? Ali bu dəfə müəllim. Yo, ondan da aşağı var. Bir dənə də aşağı var. Hələ çatmırıq Aliyə. Yo, hələ çatmamışıq. Az qalıb. Kollec. Ay, sağ ol, kollec. Bəli. Peşə məktəbindən sonra kollec gəlir. O kolleci də deyəcəyik biz orta ixtisas. Ay, sağ ol. Orta ixtisas təhsili. Kolleclər. Subbakalavrlar da deyilir, düzdür? Subbakalavrlar. Ancaq subbakalavra aiddir. Bunun başqa səviyyəsi var. Burada ancaq şagirdlərə subbakalavr deyilir burada tələbələrə, düzdür? İkinci bir səviyyəsi yoxdur ki? Yox. İkinci bir adı yoxdur. Onda deyəcəyik ki, səviyyəsi yoxdur. Səslərimizi bağlayaq, zəhmət olmasa, əlavə səslər gəlməsin. Orta ixtisas təhsili nədir? Kollecdir. Yalnız subbakalavrlardır. Səviyyəsi yoxdur. Yadda saxlayın. Başqa hansı pillərin səviyyəsi yox idi? Məktəbə qədər. Ay, sağ ol, məktəbə qədər. Bəli, bağçanın da səviyyəsi yoxdur. Kollecin də səviyyəsi yoxdur. Yalnız subbakalavrlar nəzərdə tutulur. Kollecdən sonra uşaq hansı müəssisəyə gedir? Biraz da qalxın. Ən yuxarıya. Ali. Ay, sağ ol. Nəhayət gəldik çıxdıq. Bəli. Ali təhsil. Ali təhsil müəssisələri hansı müəssisələrdir? Universitetlər, düzdürmü? O universitetin içərisində şagird 3 səviyyədən keçəcək. Tələbə, daha doğrusu şagird yox, tələbə. Birinci, Bakalavr. ay, sağ ol, bakalavriyat. Doktorantura. Bəli, bakalavriyat, magistratura və doktorantura. Bəzən sual verilir. Ay müəllimə, rezidentura var, o biri var, bu biri var. Onlar bütün universitetlərə aid deyil. Bəli, onlar bir hərbiyə aiddir, bir də tibb universitetinə aiddir. Yalnız ikisinə aid olduğuna görə mən onu bütün ali təhsilə aid eləyə bilmərəm. Onlar sadəcə istisnadır. Aydındır? O 2 dənə istisnadır. Hərbi ilə tibb universitetləri istisnadır. Amma digər bütün universitetlərdə hansı səviyyələrdən keçir tələbələr? Bakalavr, magistr, doktorantura. Aydındır? Bakalavriyat, magistratura və doktorantura səviyyələrindən keçirlər. Tam başa düşdünüz bura qədər? Aydındır? Aydındırsa, gəlin keçək suala. Belə bir tapşırıq verəcəm sizə. Əl qaldırın. Kim demək istəyirsə əl qaldırsın. Yaxşı, bir-bir yazacağım fikirlərinizi bura. Sonda da kim 100% cavab veribsə, düz cavab veribsə, onu elan edəcəm. Amma mən deməyəcəm düzlüyün səhvliyin. Fikir dəyişdirmək də olmaz. Yaxşı düşünün, sonra deyin. Hələ tələsməyək, hələ deməyin heç nə. Yazıram. Kim cavab vermək istəyirsə, sizdən istədiyim nədir? Hansının pillə, hansının səviyyə olduğunu demək. Kim cavab vermək istəyirsə, əlini qaldırsın. Hansının pillə, hansının səviyyə. Baxın. Düşünün, bir dənə telefon zartikaya qoyum, indi sönəcək. Düşünün. Birinci cavab verəcək mənə. Səsim bugün eşitmədiklərimdən görə kim var?
Azadə müəllimə, birinci siz cavab verin, zəhmət olmasa. Azadə müəllimə cavab vermək istəyirsiniz? Əvvəl siz deyin. Bəli, mənim axşamınız xeyir. Hər vaxtınız xeyir. Ümumi orta bu səviyyədir. Peşə ixtisas bu pillədir. Ali təhsil pillədir. Tam orta təhsil səviyyədir. Məktəbə qədər pillədir. Orta ixtisas bu da səviyyədir. Ümumi təhsil bu pillədir. Məktəbə hazırlıq səviyyədir. İbtidai təhsil bu da səviyyədir. Və ilk peşə o da səviyyədir. Yaxşı. Allah saxlasın. Gedin saçda şişən yazıq ağlayır. İndi deyəcəm. Aha. İndi cavab versin zəhmət olmasa. Səslərimizi bağlayaq. Aha. Cavab versin zəhmət olmasa. Nuridə müəllimə. Mən yuxarıdan aşağı başım. Yəni ümumi təhsil pillələri deyəndə biz məktəbdən başlayırıq. Məktəbə qədər var burada bax pillədir. Onun müəllimə də düz dedi. Sonrasına var ümumi təhsil. Bu yəqin ki ümumi orta təhsil odur. Bu da pillədir. Sonrasına ümumi təhsildən sonra gəlir peşə təhsili. Müəllim də onu mən qarışdırıram. O peşə ixtisas da ona daxil olurmu? Yəni peşə təhsili ümumi pillədir. Amma indi peşə ixtisası qaldım belə ki, dəqiq bilmirəm nədir. Yox, elə o pillərin adı peşə ixtisas təhsildir. Eyni şeydir. Elə onda o gedəcək də, yəni həmin şeydir. Peşə təhsili, yəni pillənin növüdür. Sonrasında var orta ixtisas təhsili, o da pillədir. Müəllim orada da səviyyə yazmışdı qabanı. Ortadadır, ümumi təhsilin üstündə. Deməyin, O da pillədir. düz səhv olduğunu deməyin, onu özüm deyəcəm axırda. Yəni bir də sonra var da ali təhsil. Yəni bu da ali təhsil də var. Bunlar pillələrdir mən bildiyimə görə. Yerdə qalanları səviyyədir. Ali təhsil, pillə, yerdə qalanlarına Yerdə qalanlarına səviyyə deyirəm. Aha. Yaxşı, yazdım. Başqa? Sağ olun. Siz də sağ olun. Bizə dəqiqə gözləyə bilərsiniz, telefonunuzu artıq qoyum. 5%-ni sönəcək. Buyurun, buyurun. Çox sağ olun. Ona qədər düşünün. Danışma, nə olur? Axırda danışarsınız dərsdən sonra. Hə, əla qoydum. Deməli, gəlin baxaq. Kim cavab vermək istəyir? Əllərə baxım. Hə. Cavab versin zəhmət olmasa Ülkər müəllimə. Bəli, mənim axşamınız xeyir. Hər vaxtınız xeyir. Ümumi orta. Ümumi orta səviyyə. Peşə ixtisas. Peşə ixtisas pillə. Ali təhsil. Pillə. Tam orta. Səviyyə. Məktəbə qədər. Məktəbə qədər yoxdur. Səviyyə elə gəlir ki, mən. Aha, orta ixtisas. Orta ixtisas. Səviyyə. Pillə. Yerdən deməyin, öz yerinizə cavab verərsiniz. Düz səhv olduğunu deməyin. Axırda deyəcəm. Bəlkə müəllimə düz deyir. Ümumi təhsil. Səviyyəsi yoxdur, pillədir. Məktəbə hazırlıq. Orta ixtisas deyirəm mən. Hə.
Orta ixtisas pillə. Orta ixtisas. Ümumi təhsil. Pillə, bəli. Ümumi təhsil. Nədir? Ümumi təhsil pillə. Aha, məktəbə hazırlıq. Məktəbə hazırlıq səviyyə. Səviyyə. İbtidai təhsil. Səviyyə. Səviyyə. İlk peşə. İlk peşə səviyyə. 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 Aha, əla. Sonra bir nəfər də cavab versin zəhmət olmasa. Ayşə müəllimə. Ayşə müəllimə siz də deyin. Deməli müəllimə, ümumi orta təhsil səviyyə, Səviyyə. peşə ixtisas. Aha. pillə, ali təhsil pillə, Aha. tam orta səviyyə, Aha. məktəbə qədər pillə, orta ixtisas pillə, ümumi təhsil səviyyə, məktəbə hazırlıq səviyyə, ibtidai təhsil səviyyə, ilk peşə səviyyə. İlk peşə səviyyə. Aha. Müəllim, mən də deyim. Deyil, Həlvə müəllimə. Müəllim, amma belə deyim də, bir də siz yazmayın. O birinci Azadə müəllimə dediyinə elə razıyam, yəni onunla eyni. Hə, bununla eyni. Aziz Ayşə müəllim yoxsa Birinci. Azadə müəllimə? Yox, Azadə müəllimə birinci sıralı, elə birinci yazdıqlarınız. Yaxşı, onda bura yazıram Həlmə müəllimə həm də. Aha. Bəli. 2 nəfər də cavab versin. Bu bir tərəfdə də yerimiz var. Cəmilə müəllimə. Cəmilə müəllimə siz də deyin. Zəhmət olmasa. Hər vaxtınız xeyir. Olar ki, siz oxuyasınız, işıq düşür, mən görmürəm, mən deyim. Olar. Aha, ümumi orta. Ümumi orta müəllimə təhsil səviyyəsidir. Peşə ixtisas. Peşə təhsili, peşə ixtisas, peşə təhsili. Peşə ixtisas təhsili. Hə, pillədir. Ali təhsil. Ali təhsil pillə. Tam orta. Tam ortadırsa əgər səviyyədir. Aha, məktəbə qədər. Məktəbə qədər pillədir. Bağça nəzərdə tutulur. Orta ixtisas. Orta ixtisas dedikdə pillədir, kollec nəzərdə tutulur. Ümumi təhsil. Ümumi təhsildə pillədir, o obşu məktəb nəzərdə tutulur. Məktəbə hazırlıq. Səviyyədir. Ümumi təhsilin səviyyələridir. Aha, ibtidai təhsil. O da ibtidai təhsilin səviyyəsidir. İbtidai təhsilin səviyyəsi. İbtidai təhsil səviyyəsi, o da səviyyədir müəllimə. Aha. İlk peşə. İlk peşə dedikdə peşə təhsilinin səviyyəsidir. Yəni səviyyə. Aha. Yaxşı. Çox sağ olun Cəmilə müəllimə. Başqa? Kim qaldı? Həqiqət müəllimə. Ümumi orta səviyyədir. Məncə, səviyyə. Peşə Aha, ixtisas. peşə pillədir, ali təhsil pillədir, tam orta pillədir. Məktəbə qədərin səviyyəsi yoxdur, demək pillədir. Orta ixtisas pillədir, ümumi təhsil səviyyədir, məktəbə hazırlıq səviyyədir, ibtidai təhsil pillədir, səviyyədir. Ola bilsin yanlış deyərəm. İlk peşədə səviyyədir. Amma peşə sözü birinci gələrsə, onda pillə olur. Aha. Bəli, düzdür. Görək başqa kim qaldı? Azadə müəllimə dedi. Hə, hamı dedi səhv etmirəmsə. Əl qaldıran hamını dindirdim. İndi gəlin baxaq, yoxlayaq. Deməli, bayaqları bir müəllim səhv etmirəmsə, ya Nuridə müəllimə idi, ya da Ülkər müəllimə. Dediniz ki, elə ağlımda qalıb ki, biriniz dedi ki, ümumi təhsilin səviyyəsi yoxdur. Ümumi təhsilin səviyyəsi var. Ümumi təhsil pilləsinin 4 səviyyəsi var. Məktəbə hazırlıq, ibtidai, ümumi orta, tam orta. Əvvəl o səhvinizi düzəldim, yaddan çıxmamış. Sonra keçək Yox, cavab. mən olmamışım. Mən onu bilmirəm. Hə, kimsə qarışdırdı. Məktəbə qədərlə ümumi təhsilini kimsə qarışdırdı. Ümumi təhsilin səviyyəsi var. Dəqiq yadımdadır ki, biriniz dedi ki, ümumi təhsilin səviyyəsi yoxdur. Onu əvvəl düzəliş edeyim, sonra keçək cavablara. İndi görək. Ümumi orta. Orta sözü harda gəlib? Ortada.
Düzdür? Düzdür. Avtomatik nə olacaq? Çox da elə başımızı yormadan, beynimizi yandırmadan deyəcəksiniz orta sözü. Ortada gəlibsə səviyyət. Düzdür? Hamınız düz demisiniz. Əla, afərin. Bir dənə plus. Orta sözü başqa harda var? Tam ortada var. Bir də orta ixtisasda var. Düzdürmü? Harda gəlib orta sözü? Ortada. Tam orta. Düzdür? Ortada gəlibsə, sonradan gəlibsə nə olacaq? Səviyyə. Səviyyə. Ay, sağ ol, kiçik anlaşdı. Sonradan gəlib. Başda gəlsəydi pillə olardı. Amma sonradan gəldiyinə görə səviyyə. Səviyyələr düz demişsiniz. Bir dənə həqiqət məmə. Siz burada pillə dediniz. Bu yanlışdır. Mən səhv demişəm. Bəli. Aha. Hansı pillənin səviyyəsidir bu? Tam orta, ümumi orta. Hansı pillənin səviyyəsidir? Deyirik səviyyədir. Təhsil pilləsi. Ümumi təhsil pilləsi. Ay, sağ ol. Ümumi təhsil məktəbin içərisindədir bunlar. Bir də var ki, orta ixtisas. Orta sözü harda gəlib? Başda. Başda gəlirsə pillədir. Başda gələndə pillə. Bu artıq kollec nəzərdə tutulur. Bu orta ixtisas bəzən qarışdırırlar. Deyirlər ki, orta ixtisasın səviyyəsi tam orta ilə ümumi ortadır. Nə var burada orta sözü var deyə. Bəs bunlar ümumi orta məktəb, tam orta məktəb, o məktəb sözü ora artırıla bilər axı, düzdür? Ümumi orta təhsil 5-dən 9-a, tam orta 10-11-ci sinif olduğuna görə nəyin içərisinə daxildir? Məktəbin. Ümumi təhsilin. Amma orta ixtisas özü bir pillədir, özü bir müəssisədir, kollecdir və orta ixtisasın hansı səviyyələri var? Hansı səviyyələri var? Orta ixtisasın təhsil bakalavr sayılır. Orta ixtisasın səviyyəsi müəllimə yoxdur axı deyəsən. Ay, sağ ol, bəli. Bəli, tamamilə doğrudur Nuridə müəllimə. Orta ixtisasın səviyyəsi yoxdur. Orta ixtisas yalnız subbakalavrlardır, düz deyirsiniz. Yalnız subbakalavr. İkinci bir onun adı yoxdur ki, ikinci bir səviyyəsi yoxdur. Ona görə də səviyyə yoxdur, səviyyələrə ayrılmır. Azadə müəllimə, səviyyə yoxdur. Səviyyə deyil orta ixtisas, pillədir. Orta sözü birinci gəlib, başda gəlib. Əgər qarışdırsanız, məsələn, işdə indi şahiddə hamının başına gələ bilər. Qarışdırmırsınız beyninizdə hamısını, yadınıza sala bilmirsiniz. Baxın sözlərin o yerinə. Ortada gəlibsə səviyyədir, başda gəlibsə pillədir. Sonra davam eləyək, ortaları başa düşdük. Peşə ixtisas. Harada gəlib peşə sözü? Başda. Başda gəlibsə deməli pillədir. Peşə ixtisas təhsilində peşə məktəbləri nəzərdə tutulur. Deməli bu nə olacaq? Pillə. Hamınız düz cavab vermisiniz. Ali təhsil. Ali təhsil müəssisələri, yəni universitetlər nəzərdə tutulursa nə olacaq burada? Pillə. Pillə. Bəli, ali təhsil müəssisələri nəzərdə tutulduğuna görə pillədir, böyük anlayışdır. Binadan, müəssisədən söhbət gedir. Tam orta dediyi səviyyədir. Məktəbə qədər, hələ bu məktəbə gedib çıxmayıb. Məktəbə gedib çıxmayıbsa bu bağçadır, yəni pillədir. Bəli, müəssisə nəzərdə tutulur, bağça nəzərdə tutulur. Bu pillə səviyyə deyil. Bəli, Ülkər müəllimə, burada səviyyə demişsiniz, diqqətlə baxın. Pillədir bu. Məktəbə qədər, hələ məktəbə gedib çıxmayıb. Bu bağçadır, müəssisədir. Deməli, bu nə olacaq? Böyük anlayış, pillə. Məktəbə hazırlıq desəm, buradakı kimi, məsələn, məktəbə hazırlıq. Burada uşaq məktəbin içərisində sanki hazırlığa gedir. Bu artıq məktəbin içərisindədirsə, binanın içərisində hazırlığa gedirsə, ay sağ ol, pillənin içərisindədir səviyyə. Onda məktəbin içərisindədirsə, deməli bu məktəbin səviyyəsidir. Məktəbə hazırlıq səviyyədir. Hamınız düz yazmısınız. Afərin, əla. Məktəb özü, ümumi təhsil özü nədir? Pillə. Ayşə müəllimə, həqiqət müəllimə. Mən də səhv demişdim, səviyyə demişdim. Bəli. Həqiqət müəllimə, Ayşə müəllimə, pillədir ümumi təhsil. Ümumi təhsil müəssisəsi nəyə görə deyirik? Yəni məktəb nəzərdə tutulur, bina nəzərdə tutulur, pillədir. Ona görə də bu olacaq nə? Pillə. Sonra nə qaldı burada? Bunu dedik, orta ixtisas ümumi təhsil qaldı, ibtidai təhsil. İbtidai 1-4 sinifdir, düzdür? O sinif harda verilir uşağa? Harda o təhsil verilir? Ay, sağ ol, məktəbin içərisində. Bəli, məktəb özü pillədir. O binanın içərisində uşağın aldığı təhsildə səviyyədir. Bəli. Hamınız düz cavab vermisiniz. Afərin. Bir də var ilk peşə. Peşə sözü ortada gəlibsə aydın məsələdir ki, bu nə olacaq? Səviyyə. Səviyyə. Düz cavab vermisiniz. Bəli. Tam başa düşdünüz. Nə qaranlıq qaldı? Baxaq görə 100% kim cavab verib? 100%-dir. Cavab verib Cəmilə müəllimə, bir də Nuridə müəllimə. Afərin, əla. 5 ulduz.
Cəmilə müəllimə ilə Nuridə müəlliməyə. Hamısı düzdür. Qoy baxım görüm. Hətta səhviniz yox, düz yazmısınız hamısını. Əla, afərin. 2 nəfər cəmi düz cavab verdi. Tam başa düşdünüz bu açıqlamaları, tam aydındır. Qarışdırmayacaqsınız bu pillə və səviyyələri. Müəllim, mən orada bir dənə orta ixtisası səhv demişəm. O da orta ixtisas heç ağlıma gəlməyib, o kollec olmaq. Ona görə orada qarışdırmışam. 100% o ümumi orta, tam orta ilə qarışdırmısınız. Bəli, bəli, orta ixtisası onunla qarışdırmışam. Eyb yoxdur. Orada fikir verirsinizsə, İxtisas pillət səviyyəsi yoxdur da. bəli. Hə, pilləymiş o. Ay sağ ol. Ümumi orta, tam orta, orta ixtisas. Konkret o ümumi söz, açar söz kimi nə götürə bilərəm? Orta sözün. Orta sözü başda gəlibsə pillədir, sonradan gəlibsə səviyyədir. Sonradan gələndə səviyyə olaraq məktəbin səviyyəsidir. Çünki siniflər nəzərdə tutulur. Amma pillə olaraq nə olacaq? Kolleclər səviyyəsi olmayacaq, yoxdur. Tam başa düşdünüz? Nə qaranlıq qaldı? Deyin. Tam aydındır bura qədər. Aydındırsa Tam aydındır müəllim. Əla. Bir-iki dənə də sual vermişsəm. Görüm necə çaşdırıram. Deyirəm ki, ümumi təhsilin bütün səviyyələrinin sonunda dövlət sənədi verilir. Düz deyirəm, yoxsa səhv deyirəm? Yalan deyirəm, yoxsa nəyə görə səhvdir? Müəllimə alınmışdı. İstəyirsiniz alt çəkin deyin, yoxsa belə qarşılıq olur, səsə qarışır. Düzdür, hə. Əl qaldırın, mən qaldırım sizi. Əl qaldırın, zəhmət olmasa. Yenə təkrarlayıram sualımı. Səslərimizi bağlayaq, əl qaldıraq, sualımı təkrarlayıram. Ümumi təhsilin bütün səviyyələrinin sonunda dövlət sənədi verilir. Cavab versin, zəhmət olmasa, Miriyeva. Miriyeva müəllimə. Cavab vermək istəyirsiniz? Onlar mən deyil. Aha, görə Miriyeva müəllimə cavab verə bilməsə, həqiqət müəllimə siz cavab verərsiniz. Yox, verə bilmirəm müəllimə. Vermək Ümumi istəyirsiniz? təhsil deyə bilərəm müəllimə. Bəli, deyin. Mənim fikrimcə ümumi təhsilin bütün səviyyələrindən, məsələn, məktəbə hazırlıqda, ibtidai təhsildə, ümumi orta təhsil, tam orta təhsil, peşə, ixtisas təhsili, bunların bir dənə ibtidaidə hamısında sənəd verilir məncə. Qarışdırdıq. Ümumi Xeyr, təhsil. müəllim, deyim. Ben değil. Mən şirkət bitirəndə sənəd verilmir axı müəllimə. Tələsməyək. Həlimə müəllimə izah eləyin, zəhmət olmasa. İbtidai təhsildə verilir. Müəllim, ümumi təhsilin bir dənə elə bil tam orta, bir də ümumi orta. Həmin o səviyyələrində sənəd verilir. Yəni 9-cu sinifi bitirdikdə attestat kimi, bir də 11-ci sinifi bitirdikdə. Ay sağ ol, bəli. Şəhadətnamə var. Bəli, doğrudur. Tamamilə doğrudur. Afərin Həlimə müəllimə. Həqiqət müəllim, siz bilirsiniz nəyə qarışdırdınız? Siz elə bildiniz ki, mən bütün pillələri nəzərdə tuturam. Orada peşə ixtisas dediniz, kollec dediniz. Onlar nəzərdə tutulmur. Fikir verin, deyirəm ki, ümumi təhsilin bütün səviyyələrinin sonunda. Ümumi təhsil nə idi? Məktəb ikinci pilləmizdir. İkinci pillənin səviyyələri hansılardır? Məktəbə hazırlıq, ibtidai, ümumi orta. Ümumi orta, tam orta. Ay sağ ol. İndi deyirəm ki, İbtidaidə verilmir, düz deyir müəllimə. Ümumi orta ilə tam ortada attestat verilir. Ay sağ ol, bəli, tamamilə doğrudur. Deməli, 2 səviyyədə verilir, 2 səviyyənin sonunda, 2 səviyyənin sonunda verilmir. Məktəbə hazırlıqla ibtidaidə verilmir. Ona görə də deyəcəm, bu cümlə yanlışdır. Bütün səviyyələrin sonunda dövlət sənədi verilmir axı, ona görə yanlış olacaq. Aydındır, testlərdə qarşınıza çıxa bilər, ona görə verirəm bu cümlələri. Tam aydındır, tam başa düşdünüz? Bəli. Yaxşı, deyirəm ki, özünü təhsil yolu ilə bilişlərə yiyələnmə formasıdır. Nədən söhbət gedir? Müəllimə mən deyim. İnformal. Yerdən deməyək. Cəmilə müəllimə deyək. Mənim təhsil formasından söhbət gedir, informal. İnformal təhsildə də ancaq özünün təhsil yolu ilə, yəni hər hansısa bir videoya baxmaqla və yaxud da ki, şagird və yaxud da ki, tələbə istədiyi bir kitabdan özü informasiya alaraqdan özünü təhsil yolunda bilir. Ay sağ ol, bəli, tamamilə doğrudur. Cəmilə müəllimə sizə belə bir sual da verim. Deyirəm ki, fiziki qüsurundan dolayı məktəbə gələ bilməyən şagirdlər üçün təşkil olunan təhsildir. Nədən söhbət gedir? Əgər evdə təhsil olacaq, çünki sağlamlıq hüququndan
Sim. Daha doğrusu şagirdə çox üzr istəyirəm. Bu da evdə dərs keçirir bu şagirdə. Lüboy müəllimi evə gedərək hansısa bir həftənin günləri ayrılaraq dərs deməlidir. Sağ ol, bəli, tamamilə doğrudur. Fiziki qüsurundan dolayı məktəbə gələ bilməyən şagirdlər üçün təşkil olunan təhsil evdə təhsildir. Asar sözümüz sim. Sağlamlıq imkanı məhdud. Əgər desəydim xəstəxanada alınan təhsil, onda hansı olardı? Müəllim, o artıq 21 gündən olan bir xəstəxana olur. O da Sağ ol, bəli, tamamilə doğrudur. Əla. Afərin Cəmilə müəllimə, sualınız var? Çox sağ olun müəllimə, xeyri yoxdur. Siz sağ olun. Cavab versin zəhmət olmasa Türkan müəllimə. Siz mənə deyin, fərdi və sərbəst təhsil alma formasını hansı səbəbdən şagirdlər ala bilər? Əgər şagird hər hansı bir səbəbdən təhsildən geri qalırsa, onda fərdi və ya sərbəst təhsildən istifadə edə bilər. Müxtəlif səbəbdən təhsildən kənarda qalan şagirdlər bir də iki səbəbi var idi. İkinci nə idi? Hansı uşaqlar başqa fərddən də istifadə edə bilər, sərbəstdən də? Xüsusi bacarıqları olan. Sağ ol, bəli, tamamilə doğrudur. Xüsusi bacarıqları olan şagirdlər hər ikisindən istifadə edə bilər. Səslərimizi bağlayaq, zəhmət olmasa exo gəlir, əlavə səslər gəlir. Öz səsimi eşidirəm. Həqiqət müəllimə, sizdən gəlir deyəsən. Türkan müəllimə, siz mənə deyin, zəhmət olmasa, əgər şagird sənəd almaq istəyirsə, hansı təhsil almadan istifadə edə bilər? Sənəd almaq istəsə. Uşağa sənəd lazımdır. Formal. Sərbəst təhsildən. Bəli, təhsil almadan söhbət gedir. Sərbəst təhsil almadan. Bəli, bunun üçün uşaq nə etməlidir? Gedib dərslərdə oturur, yoxsa? Dərsdə oturur, yoxsa? Sualdır, deyərdi zəhmət olmasa müəllimə. Ən əsas açar məqam orada nə idi sərbəstdə? Uşaq yəni o sənədi almaq üçün nə etməlidir? İmtahan verməlidir, imtahanını keçməlidir. Yəni dərsdə oturmağa vaxt işçisinə yol vermir. Sağ ol, vaxt itirmək istəmir. Uşağa birbaşa sənəd lazımdır. Sənəd almaq üçün nə edir? İmtahana girir. İmtahan verir. Sağ ol, sərbəst bilgilərinə istifadə edir, imtahan verir. Həqiqət müəllimə, sizdən əlavə səslər gəlir, exo səsi gəlir. Bağlaya bilərsiniz zəhmət olmasa. Mən deyəndə açarsınız, yaxşı. Deməli, dedik ki, sənəd almaq üçün uşaq sərbəst təhsil alma formasından istifadə edə bilər. Yaxşı, bəs əgər uşağın, məsələn, kim nə idim? Türkan müəllimə, siz nə idim də, düzdür? Hansı fənni tədris edirsiniz siz? İxtisasınız nədir? Fiziki tərbiyə. Fiziki tərbiyə. Məsələn, uşağın idmanına, fiziki tərbiyədən xüsusi istidadı varsa, onda hansı təhsil almaya üst tutacaq? Hansından istifadə edəcək? Fərdi təhsil almalı. Sağ ol. Nə üçün? Hansı səbəbdən? Çünki bir fəndən marağı vardır, bir fənn üçün istedadı vardırsa, onda fərdi təhsil. Sağ ol. Bir və ya bir neçə fəndən, az fəndən xüsusi istidadı, bacarığı varsa, onda həmin fənn müəllimləri uşaq üçün fərdi dərslər təşkil eləyir ki, uşağın o bacarıqlarını neynəsin, biraz da inkişaf etdirsin. Bəli, tamamilə doğrudur. Əla. Türkan müəllimə, sualınız var? Xeyr, yoxdur müəllimə. Yaxşı. Onda cavab versin zəhmət olmasa. Başqa görə kim var cavab verməyən? Anonim yazılan müəlliməmiz hansı müəllimədir? Cavab vermək istəmirsiniz. Cavab versin zəhmət olmasa. Görə kim var? Elşən yazılan Münəvvər müəllimətdə, düzdür? Elə yadımda qalıb. Bəli. Siz mənə deyin, danışın siz mənə əyani, qiyabi və distant təhsil alma formaları haqqında. Nə deyə bilərsiniz onlar haqqında? Nəyə deyilir? Əyani, qiyabi, distant. Əyani gündəlik dərsə getmək, məktəbdə və yaxud da ali təhsildə hər gün dərslərinə davamlı getmək. Qiyabi ildə bir dəfə, iki dəfə yaxınlaşır. Yəni universitetlərdə olur da, bu məktəblərdə olmur qiyabi təhsil. Bəli. Distant isə məsafədən təhsil alma. Sağ ol. Məsafədən tədris olunan dərsdir. Müəllimlə şagirdin eyni məşəndə olmadan aldığı
dərsdir və orada Bir də qiyabi 1 il artıq olurdu. ay sağ ol 1 il qiyabinin qiyabidə 1 il artıq təhsil. bəli, qiyabinin əyanidən bir fərqi də o idi ki, 1 il artıq keçirilir. Həm də distant zəruri hallar baş verərsə keçirilə bilər. Məktəblərdə yalnız əyanidir. Qiyabi yoxdur, distantda zəruri hallar baş verərsə ola bilər. Yaxşı, sizə belə bir cümlə deyim. Deyirəm ki, dövlət maksimum təhsil standartlarını müəyyən edir. Sizcə doğrudur, yoxsa yanlışdır? Maksimum yox. Çünki məktəblər fərqlidir axı. Məkanlar fərqlidir, yerlər fərqlidir. Ay, sağ ol. Bəli, siz desən o bir dərsdə iştirak eləmişdiniz, oradan yadınızda Bəli, qalıb. bəli, oradan yadımda qalıb. Ay, sağ ol. Türkan müəllimə, bir dənə sual vermək istəyirəm. Siz lap başda kurikulumun tərifini deyəndə dedi ki, konseptual sənətdir. Bəli. Orada dəyişkəndir dediniz, yoxsa dəyişməzdir dediniz? Yox, dəyişkəndir. Dəyişkən. Dəyişkən var, dəyişkən. Bəli, çünki hər il fikir verirsinizsə dəyişir, nələrsə dəyişdirirlər. Məsələn, son yenilik inteqrasiya ilə bağlı oldu. Fikir verirsinizsə dəyişirlər, daim dəyişir. Kurikulum hər il dəyişir. Hər il nəsə yenilik əlavə olunur. Dəyişkən sənətdir. Aydındır? Aydındır. Yaxşı. Çox sağ olun. Siz də sağ olun. Deməli, necə yadda saxlayacağıq maksimum, minimum söhbətini? Dövlət maksimum yox, minimum təhsil standartlarını müəyyənləşdirir. Bunu necə yadda saxladıram? Düşünün ki, bütün məktəblərdə hər cürə şərait var, maksimum səviyyədə bütün şərait var. Bütün məktəblər maksimum şəraitlə təmin olunub. Təbii ki, xeyr. Kənd məktəbləri var, rayon məktəbləri var, şəhər məktəbləri ayrıdır. Yəni hər birinin şəraiti fərqlidir və dövlət də bütün məktəbləri minimum standartlarla təmin edib ki, müəyyənləşdirib ki, hər bir şagird təhsil ala bilsin. Aydındır, maksimum səviyyədə heç nə yoxdur. Bütün məktəblər maksimum səviyyədə belə deyim də o avadanlıqlarla təşkil olunmayıb. Maksimum şərait heç birində yoxdur. Ona görə deyəcək dövlət minimum təhsil standartlarını müəyyənləşdirir. Yadınızda qalar bu da. Qarşımıza çıxacaq. Aydındır. Münəvvər müəllimə sualınız var? Bəli, bəli, aydın. Yox, çox sağ olun. Aydın. Siz də sağ olun. Kimin də sualı var? Versin. Kimə nə qaranlıq qaldı?